Tədris dönəmində bir dəfə müəllimimiz dərsə 10-15 dəqiqə müddətində gecikdi. Dərsin sonunda bizə bir qissə danışdı. Yəni, adətən həmin bizə dərs deyən şeyx, müəllim heç vaxt dərsə gecikməzdi. Lakin biz gördük ki, müəllim 10-15 dəqiqə gecikdi. Və biz də gözlədik və sonra dərs başladı və dərsi bitirdikdən sonra başına gələn bir qissəni bizlərə danışdı. Bizim dərs vaxtımızda əsr namazına təsadüf elədiyinə görə, yəni dedi ki, mən məhəllə məscidində namaz qılası oldu. Yəni, cəmaat namazını qaçırmamaq üçün. Deyir, namaza daxil olduq və həmən yanında bir şəxs var idi. Deyir, onun telefonuna zəng bildirişi gəlməyə başladı. Bir neçə dəfə. Və deyir, telefonu cibindən çıxardı, başladı telefonu açmağa, orada nəyəsə daxil olmağa və sonra nəsə yazmağa və sonra bir müddət belə davam elədi. Və sonra deyir, telefonu bağladı, qoydu cibinə. Və deyir, mən çox heyfsiləndim yəni bu mənzərədən ki, yəni subhanallah, gör nə həddə çatıb ki, artıq yəni müsəlmanlar 5-10 dəqiqəlik ibadətdə belə telefondan ayrıla bilmirlər. Deyir, bu namaz bitdi və mən çölə çıxdım. Və çölə çıxdıqdan sonra və deyir, düşündüm ki, buna nəsihət edeyim, etməyim. Çünki dərsi də deyir, gecikirəm. Və dedim ki, 5 dəqiqəlik buna vaxt ayırım. Nəsihət edeyim, ola bilsin ki, qəbul etsin. Deyir, yaxınlaşdı yanıma, yəni məsciddən çıxdı, yaxınlaşdı. Onun yanına yaxınlaşdım, məscidin qapısında və dedim ki, əvvəlcə salam verdim, ona xoş üzlə halını sordum. Və dedim ki, yəni Allah sənə rəhm etsin, yəni biz namazda olarkən, yəni bir möminə yarışmaz ki, namazda olduğu vaxt telefonla məşğul olsun. Və deyir, o məni dinlədi təmkinlə və dedi ki, bəs mən bunu üzürlü səbəbdən dolayı etdim. Deyir ki, mənim ürəyimdə aparat qoşublar, onu telefon vasitəsindən idarə edirəm. Yəni, subhanallah. Yəni, şək deyir ki, mənim nitqim qurudu. Yəni, biz subhanallah, həmin dərsi olan heç bir tələbə bizim ağlımıza gəlmədi bu şey. Yəni, tələbələr heç biri, hər birimiz o namaz qılan haqqında pisləndə olduq ki, mənim özümlə tələbələrin hamısı da ki, necə ola bilər, yəni insan o həddə çatdırar ki, namazın daxilində kimləsə də mesajlaşır. Yəni, hansı ki, subhanallah, bunun səbəbi nə imiş? Qəlbində aparat var imiş, o aparata da bildiriş gəlib, bir saatdan bir o daxil olub telefon vasitəsilə onu idarə edir. Yəni, ona görə də həqiqətən də ola bilsin ki, yəni bu qissələr həqiqətən də örnəkdir bizlər üçün. Ola bilsin ki, bizim ağlımıza gəlməyən nə qədər üzürlər olsun, lakin bu həqiqətən də real olsun. Həqiqətən də real olsun.